Şirbirci, bax mən sənə belə bir şey deyim ki, fərqi yoxdur. Hansı ortamda olursan ol. Yəni 50 nəfərlik ortamda da olsan, sən şirbircini hiss edəcəksən o ortamda. 1000 nəfərlik ortamda da olsan, sən şirbircini hiss edəcəksən. Bu onların özgüvənliyi dəzi. Bu onların egosu deyil. Bu onların sadəcə mən buradayam cümləsidir. Başa düşdün? Nə baş verir versin, şirbirci olduğu ortamda özünü hiss elətdirə bilir, öz varlığını göstərə bilir. Nə olur olsun, bir hərəkəti ilə də ola bilər, bir jesti ilə də ola bilər, bir davranışı ilə də ola bilər. Hər bir ortamda o varlığını hiss elətdirəcək. Yoxluğunu da hiss elətdirəcək getdiyi gün. Bəlkə yapır.